Azərbaycan Respublikasının Əmək Məcəlləsi uşaqların əmək fəaliyyətinə cəlb edilməsini də tənzimləyir və 15 yaşına çatmamış şəxslərin ağır və təhlükəli işlərdə işləməsini qəti şəkildə qadağan edir. Bununla yanaşı 16-18 yaş arası uşaqlar yalnız müəyyən şərtlər əsasında işləyə bilərlər. Bu işlər uşaqların sağlamlığına zərər verməmələri, onlara təhsil imkanları təqdim edilməli və iş saatları qısa olmalıdır. Əmək Məcəlləsinə əsasən uşaqların onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törətməyən işlərdə işləməsi mümkündür. Qanun həmçinin uşaqların təhlükəsiz iş şəraitində işləməsini təmin etmək məqsədini güdür. Uşaq əməyinin ən pis formalarının qadağan edilməsi üçün Azərbaycan Respublikası həmçinin Beynəlxalq Əmək Təşkilatının 182 saylı konvensiyasına qoşulub və 190 nömrəli tövsiyəni qəbul edib. Bu qanunverici aktlar uşaqların hər hansı təhlükəli və zərərli fəaliyyətlərə cəlb edilməsinin qarşısını almağa yönəldilmiş ciddi tədbirləri nəzərdə tutur. Uşaqların əməyə cəlb edilməsi ilə bağlı hüquqların qorunması yalnız dövlətin deyil, hər birimizin məsuliyyətidir. Qanunvericiliyə uyğun olaraq biz uşaqların gələcəyini qoruyaraq onların sağlam və təhlükəsiz şəkildə böyüməsini təmin etməliyik. Əmək hüquqlarınızı öyrənin və tələb edin.